əl-ayaq çalmağı sevindiyindən. Sevindiyindən. Bir də niyə əhla minəl əsəldir? Onlar zaten əvvəldən canlarını vermişlər Allaha. Mutu qəblən təmut, ölməmişdən qabaq ölün. Biz hansı ayə? Qur'an bir ayə var hacı. Deyir, İnnəllâhə iştərə minəl mu'mininə ənfusəhum və ənvaləhum. Allah iman əhlindən canını artıq alıb, iştəra keçmiş zamandır. Demir səyəşdəri, gələcəkdə alacaq. Elə ki, düdün amənna, iman gəl, Allah aldı artıq səndən. Sənin yoxdur ki, heç nəyin. Hər şey onundur. Gəlmirsən sadəcə olaraq o əhdə vəfa eləməyə. Vermişdin canı. Gəlmirsən deməyə ki, vermişdim, gəldim əhdimə vəfa eləyim. Səcdəvi yerinə yetirməyə. Bəli, səcdəni yerinə yetirdim. Bu təslim təfsirlə çıxarış eləmişəm. Elə biləm, xeyirli olar qulaq asanlara da, izləyicilərə də, alimlər, ruhanilər, dostlar bilər. Ümumiyyətlə, bu ölümlə bağlı məni bir neçə ayə düşündürürdü. Sonra başladım bunları təslimdə araşdırmağa hacı. Maraqlı bir şeylər çıxdı qabama. Onlardan birini bölüşürəm sizə ki, bir ayə var Quranda, deyir, əməttənə isnatayni və əhiyyəytənə isnatayni. Allah bizi deyir, 2 dəfə öldürdün, 2 dəfə diriltdin. Sonra bir dənə də ayə çıxdı qabağıma, deyir ki, la yazuquna fihəl mot illa əl-mu'tətəl ula. Bir dəfə öləcəklər. Bu ayədə deyir 2 dəfə, orada deyir 1 dəfə. Necə oldu bəs məsələ? Əllamə izah edir ki, o kəslər ki, deyir, biz 2 dəfə öldürdün, 2 dəfə diriltdin, o küfür əhlinə aiddir. İmanla yaşayanlara aiddir. İmanla yaşayan bir dəfə ölür, o da bu dünyada. Bərzəxdən ölüb keçmir qiyamətə, diri-diri keçir qiyamətə. Sonra bir dənə də ayə gətirir. Ayə budur. Nufihə fis-sur, elə ki, sur çalındı. Sur çalındı. Fəsaiqə mən fis-səməvəti və mən fil-ard. Hamı səiqə, sanki ölər. İlla mən şəallah, bəziləri ölməz. İstisna var. Deməli, iman əhli imanla yaşına bir dəfə ölür, o da dünyada. Bitdi, qutardı, getdi. Bərzəxdən qiyamətə diri-diri keçər. Şəhiddə bir dənə də fərq bunu deyirlər ki, şəhid bu dünyadan sanki o hadisələri müşahidə eləyə keçir, gedir o yana. Ona görə şəhiddən müşahidə eləyəm. Şəhidin bir dənə üstünlüyü budur. Bir tərəfin deyir, amma mən məsələn, hacı, yadıma gəlir, tədbirdə idim, Naxçıvanda. Bir zabit heyəti ilə, əskərlərlə görüşüm oldu. Dedi, sən bir dənə 44 gündən bir söz deyə bilərəm. Dedim, buyurun. Dedi, 2 dənə şəhidimiz torpağın üstündə idi, can verirdilər, tərpətmədik. Gördük, can verirlər, amma dedi, tərpətsək, onsuz da biraz sonra canlarını tapışır. Baxdıq, gördük, gülürlər. Təbəssüm edirlər. Biri o birisinin bir söz dedi, onu eşitdik. Dedi, nə dedi? Bunu mənə 44 günlük müharibədən danışdılar. Naxçıvanda tədbirdəydim. Biri o birisinə qayıtdı, qardaş, gözün aydın olsun, ölmürük, şəhid oluruq. Allah. Allah rəhmət. Və mən bunu hədisini oxumuşdum ki, şəhidə gedəcəyi yeri göstərirlər. Baxır, müşahidə edir. O gözəlliyi görə-görə canını alırlar. Diri-diri sanki gedir də, belə deyək. Biraz belə başqa şairanə desəm indi. Mahmuddan Zülxan. Şəhidə ölü deməyin. Yəni, ölü deməyin də. Yəni, öyle sanki müşahidə edə bu dünyanı tərk edir və gedir o aləmə. Oradan da bir cür müşahidə edir. Ona görə Quranda ayətdə şəhid haqqındadır. Buyurur ki, bu da çox maraqlı ayələrdən biri. Yəstəbşirunə billəzinə ləm yəlhəqu bihim. Allaha deyir, ya Rəbbəl aləmin, o baxır yerə, deyir, bizim yolumuz gələnlər var, o da diridir də, müşahidə eləyir. Amma bəziləri elə, orada bir başqa avvadır. İmam Hüseyin deyir, və məl-mot illa qəntərə, körpüdür. Qasım deyir, əhla minəl əsəl, baldan şirindir, Əl-Əkbərdir, izən la nübali bil-mot, onda ölümdən heç qorxum yoxdur. Əvvələsnə aləl-həq, haqqıq, haqq yolundayıqsa ölüm mənim üçün gözəllikdən başqa bir şeydir ki, xanım Zeynəb tamamladı da marayətullah cəmilə. Hərə öz mərifəti boyda vəsf elədi də, məth elədi o yol. Bəh. Allah ondan razı olsun. Kərbala Hələ yaxşı söz o dedi. Kərbala bir məktəbdir ki, 3700 məzununu biz 44 gündə gördük.